Amerikada sən əgər bir film çəkilirsə, hardasa 60 milyon büdcəsi varsa, sən filmin rejissoruna yaxın gedə bilmirsən. Production assistant kimi setdə işləyirsən, könüllüsən, misal üçün barda bir səhnə baş verir, dağıldı, şüşələri yığırsan, qabları təmizləyirsən, texnikanı aparmağa da kömək edirsən lazım olsa. Yəni setə kömək lazım olacaq. Orada adətən burada setdə necə olur? Yəni kamera tim, yəni operatorun komandası ayrı olur, art tim, yəni rejissor komandası falan onlar ayrı olur. Orada rəssam komandası falan da olur. Sən hansı komandadasansa o komandanın kömək işlərini görürsən. Sən misal üçün normalda sən operatorla işləyirsənsə, sən heç vaxt setdə rejissor deməcə getməyə kofe gətir, elə şey yoxdur. Adətən kofeni də sırf ayrı adamlar aparırlar, amma yenə də operatorun öz kofe daşıyanları belə, rəsmən onlar belə fərqli-fərqli, yəni komanda olaraq bölünüblər də, hər kəsin timi ayrı. Biz Azərbaycandan mən bura gələndə fikirləşdim ki, biraz belə eləyərəm, sonra gedəcəm də artıq. Yəni Hollywood da yəni nədir ki, ya